Sumqayıt polisinin keçirdiyi əməliyyatla saxlanılan TikTokda Miray ləqəbi ilə tanınan Aysel Mustafayeva yenidən hakim qarşısına çıxarılıb. Sumqayıt şəhər məhkəməsində keçirilən prosesdə xanım TikTokerlə bağlı qərar qəbul edilib. Qərara əsasən Aysel Mustafayevanın həbs müddəti daha 2 ay uzadılıb. Xatırladaq ki, bundan öncə xanım TikTokerin həbs müddəti 3 ay müddətinə uzadılmışdı. Qubanın Barlı kənd sakini Pərvin Novruzoğlu daşdı itkin düşüb. Bu barədə Qafqazinfoya onun ailə üzvləri məlumat veriblər. Məlumata görə o sonuncu dəfə martın 17-si gecə saat 23:50 radələrində kənd ərazisindən keçən Samur-Abşeron su kanalı yaxınlığında görünüb. Bir daha həmin şəxsdən xəbər alınmayıb. Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib. Bildirilib ki, artıq 14 gündür Pərvin Daşdının axtarışları gedir. Qeyd edək ki, Pərvin Daşdı ötən il Türkiyənin İstanbul şəhərində meyidi tapılan Şahdağ Quba futbol klubunun prezidenti Xanbaba Daşdının qardaşıdır. Külli miqdarda borcu olan klub prezidenti ötən il İstanbulda canını qıymışdı. Ailədən verilən məlumata görə onun itkisindən sonra qardaşı Pərvin dərindən sarsılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib ki, Daşdı Pərvin Novruzoğlunun tapılması istiqamətində polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.